barış səsi. Ata, demiştim bura gelmeye icazem yok. Simba bax, hər nəyə ki ışıq saçılır bizim topraklarımızdılar. Siz bu yerlerin şahısınız. Elədir. Şahlıq günəş kimi bir gün doğar və bir gün də batar. Bir gündə olacaq mənim şahlıq günəşim batıb, sənin şahlıq günəşin doğacaq. Yani her ne görürəm mənim olacaq. Bu dünyanın qanunudur, bura heç kimin deyil. Sən buranı qoruyacaqsan, böyük görevdir. Her şey ki ona ışık saçılır. O ağaclar, su gölləri ve o dağlar ve o çölcəliklər. Simba, sən ora getməməlisən. Düşünürdüm şah her iş istəsə görə bilər, her yer istəsə əlinə keçirdə bilər. Amma hər zadı qamarlamaq, almaq fikrində olanda, doğru düzgün şah düşünər görən əmənə.